Bura Arizona ştatının paytaxtı Phoenixdir. Dünyanın açıq texnologiya laboratoriyası da demək olar. Və gördüyünüz kimi məni şəhərin mərkəzinə aparmağa Google'un Waymo layihəsi sürücüsüz taksisi gəlibdi. Hal-hazırda otelə gəldi, park elədi və avtomatik mən yaxınlaşan kimi qapıları açdı. Waymo'da bir neçə yenilik var. Onlar barəsində sizə məlumat vermək istəyirəm. Deməli, birinci yenilənmə ondan ibarətdir ki, artıq Waymo'lar Phoenix şəhərində yüksək sürətli yollarda hərəkət edə bilirlər. Maksimal icazə verilən sürət 61 mildir saatda, hansı ki, kilometrlə ifadə eləsəm, hardasa 110 kilometrə yaxın bir rəqəm verir. İkinci məsələ, artıq tətbiqdən avtomobilin interyerinin temperaturunu sazlamaq olur. Yəni, sürücüyə deməyə ehtiyac yoxdur ki, istiliyi qoş və yaxud da ki, avtomobili sərin hala gətir. Əvvəlcədən tətbiqdən ayarlayırsınız, istədiyiniz temperaturda avtomobil gəlir və istəsəz söndürə bilərsiniz, istəsəz yandıra bilərsiniz. Sürücü olmadığı üçün bunu sürücüdən xahiş eləməyə ehtiyac yoxdur. Üçüncü məsələ ayaq məsafəsinin də sazlanmasıdır. Artıq tətbiqdən avtomobil gəlməmiş, özünüz sifariş edə bilirsiniz ki, qabaqda oturacaqsınız, yoxsa arxada və ona uyğun məhz oturacaqları tənzimləyir, sizin üçün geniş yer yaradır. Dördüncü məsələ, mən avtomobilə oturanda yol boyu Azərbaycan musiqilərini dinlədim. Bu necə baş verdi? Əvvəlcədən YouTube Music və Spotify-ı birbaşa hesabımla əlaqələndirmişəm və o başa düşür ki, mən gəldim avtomobilə və başlayır Azərbaycan dilində musiqiləri səsləndirməyə. Hal-hazırda müəllif hüquqlarına görə o musiqinin səsini almışam, amma mənim dinlədiyim playlistdə olan musiqilər yol boyunca səyahət ərzində səslənməyə başlayır. Bu texnologiyanın gələcəyi hara gedir, onu da sizə izah edeyim. Məsələn, Google'un layihəsi olduğu üçün gələcəkdə Gemini-yi inteqrasiya edə bilərlər, süni intellekt və siz avtomobilə əyləşəndə birbaşa avtomobillə Azərbaycan dilində ünsiyyət qura bilərsiniz. Yəni, ingilis dilini bilməyə və yaxud da ki, başqa bir xarici dil bilməyə ehtiyac yoxdur. Avtomobil sizi başa düşəcək, əmrlərinizə tabe olacaq. Belə bir funksionallıq hazırda yoxdur, amma niyə də olmasın? Çünki gələcək buna doğru gedir. Hal-hazırda Phoenixdə olan zavodlarında çox fərqli texnologiyaları sınaqdan keçirir Waymo. Maraqlı bir faktı da deyim. Los Angeles'da məhz bu taksiləri çağırıb yandırmışdılar etiraz aksiyalarında. Xüsusi olaraq bu avtomobillərə qarşı taksi sürücüləri tərəfindən bir aqressiya var ki, avtomobil məhz onların işini gələcəkdə əlindən alacaq. Və Azersel'in eksklüziv təqdimatında Amerikadan, Los Angeles'dan, Las Vegas'dan, Phoenix'dən, CES-dən yayımlarımızı izləyirsiniz. Müxtəlif texnologiyaları burada test edib kanalımda sizinlə bölüşürəm.